إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم صلوات Muhammed ve Ali Muhammed'e nurani bir salavat zikriyle. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Mən bütün tədbir təşkilatçıları, tədbir üçün bütün əziyyət çəkən qardaşların adından, bütün əzadarlığa gələn İmam Hüseyn üçün matəm tutan xalqımızı, xüsusən bura İmamzadə türbəsinə toplaşan müsəlman atalarımızı, analarımızı, bacı və qardaşlarımızı bizim hamımız üçün eyni dərəcədə ağır olan bu matəm münasibəti ilə, yəni İmam Hüseyn əleyhissalamın və onun ailəsinin, dostlarının, səhabələrinin qətl olması, şəhadətə yetişməsi günü münasibəti ilə bütün əzadarlara və xalqımıza baş sağlığı veririk və əza saxlamaq üçün İmamzadəyə toplaşmış bütün müsəlmanlar ki, xüsusən bu tədbir ətrafında yığışıblar, onlara da çatdırmaq istəyirik ki, bizim tədbir keçirmək üçün, İmam Hüseyn əleyhissalama əza saxlamaq üçün, yas saxlamaq üçün, matəmli olmağımızı göstərmək üçün İmamzadə türbəsinə toplaşmağımızda bir əsas səbəb vardır ki, İmamın ailəsindən olan, İmam övladlarından sayılan Şəhzadə İbrahimin qəbri bu məkanda, bu müqəddəs məkanda yerləşir və biz də o ailə üzvlərindən birinə yaxın olmaq üçün öz əzadarlığımızı onun yanında keçirmək üçün məhz İmamzadə türbəsində yığışırıq. Bura gələn müsəlmanlar yaxşı bilirlər ki, bizim xalqımızın da başına çoxlu müsibətlər gəlmişdi. Bizim xalqımız da bir xalq olaraq çox faciələr görmüşdür. Ancaq İmam Hüseyn faciəsi, İmam Hüseyn əzadarlığı, Aşura, Məhərrəm tədbirləri, əzadarlıqları, matəm günləri
biz müsəlmanlar üçün xüsusi bir əhəmiyyəti vardır. Nəinki biz müsəlmanlar üçün. Siz də yaxşı bilirsiniz ki, bu gündən etibarən dünyanın müxtəlif yerlərində, müxtəlif ölkələrində milyonlarla insan məhz bu matəm mərasimi üçün bir araya gəlirlər, bir-birlərinə başsağlığı verirlər, əziz peyğəmbərlərinə, İslam peyğəmbərinə başsağlığı verirlər. İmam Hüseynin anası olan, peyğəmbər balası olan xanım Fatimə-i Zəhraya başsağlığı verirlər və bu matəmi bir arada qeyd edirlər. Bizim, yəni müsəlmanların bu matəmi, məhz məhərrəmlik əzadarlıqlarını, İmam Hüseyn və onun dostlarının qətl olma gününü belə təmtəraqlı, belə möhtəşəm, belə geniş səviyyədə keçirtməyimizin ən əsas səbəbi budur ki, biz inanırıq ki, biz nə qədər İmam Hüseyn məktəbinə, İmam Hüseyn əleyhissalamın bizlərə çatdırmaq istədiyi dəyərlərə baş vursaq, biz o qədər uzalarıq. Biz o qədər özümüz dəyər taparıq. Biz nə qədər Kərbala hadisəsini vərəqləsək ki, nə qədər vərəqləsək onun mahiyyətini tam başa düşmərik, ancaq nə qədər vərəqləsək özümüz ilahiləşirik. Biz müzahidləşirik, biz mübarizləşirik, biz zülmlə barışmamağa başlayırıq. Biz şəhadəti sevməyə başlayırıq. Biz şəhadəti itki yox, Allaha qovuşmaq hesab edirik. Biz inanırıq ki, şəhadət hər bir xalq üçün səadət deməkdir. Və bu səadət məhz bugün Azərbaycan xalqına lazımdır. Və İmam Hüseyn məktəbi bizə bunu öyrədir. İmam Hüseyn məktəbində ki, sabahları günorta vaxtına kimi bizim müxtəlif vasitələrdən istifadə edərək İmam Hüseyn məktəbini, Kərbəla hadisəsinin məqsədimiz budur ki, bura toplaşan müsəlmanlara, əzadarlara çatdıraq. İmam Hüseyn məktəbini nə qədər dərindən vərəqləsək, biz görərik ki, orada ata-bala münasibəti var, orada bacı-qardaş münasibəti var, orada düşmənə qarşı dirənmə, düşmən nə qədər güclü olsa belə onun qarşısında möhkəm durma, təpərli olma məktəbi vardır. Bu günləri əza mərasiminə toplaşan bütün Azərbaycan xalqına, xüsusən bura toplaşan əzadarlara başınız sağ olsun deyirik. Və qısa olaraq bildirmək istəyirik ki, bu andan etibarən bizim tədbirimiz başlayır. Bu tədbir boyu, bu mərasim zamanı biz müəyyən şeirdən, dəyərli söhbətlərdən, nohələrdən, rozələrdən və müxtəlif vasitələrdən, video görüntülərdən istifadə edərək bir məqsədə çatmaq istəyirik. Bir hədəfə çatmaq istəyirik ki, bura toplaşan insanlar İmam Hüseyn əleyhissalamdan az-azıq da olsa dəyər aparsınlar evlərinə. Muhammed və Ali Muhammedə salavat. Allah Teala inşallah bizləri İmam Hüseyn əleyhissalamın həqiqi əzadarlarından qərar versin və bu günü bizləri inşallah günahlarımızı əff eləsin, bu günün şəhidi xatirinə bizlərə bir nəzər eləsin. Həqiqi İmam Hüseyn əleyhissalamın Əhl-i Beytin şəninə qurulan məclislərdən, əza məclislərdən olsun deyə İmam Zaman ağanın da bizim məclisimizə nəzər eləməyindən xatir salavat. Hüseynim vay, Hüseynim vay, Vay Hüseynim Hamı vay. desin Hüseynim vay, Hüseynim vay.